Salam, hər vaxtınız xeyir əziz tələbələr. Bugünkü imtahan, yəni 2025-ci il ilk TRÖZ imtahanının geometri suallarının 9-unun həllini sizə verəcəm. İmtahan bəzi şagirdlərə görə çətin, bəzi şagirdlərə görə asan olaraq dəyərləndirilir. Amma ümumilikdə baxdıqda geometri sualları keçən imtahanlardan səviyyəyə görə fərqlənmir. Yəni mən deyərdim hətta keçən imtahanlardan daha asan suallar burada yer alıb. Təbii çətin sual da ola bilər bizim üçün. Deməli baxaq. İlk açı tapma sualı çox asan sualdır. İkizkenar üçgənə görə biz 26-nı sağ tərəfə keçirməliyik. Sonra təkrardan ikizkenar üçgənə görə bunlara 77 düşər. Burada 77 xarici bucaq olduğu üçün 26 üzərinə 51 gələndə 77 eləyir. Təkrar bir dənə də ikizkenar üçgəndən 51-i yuxarı atacağım. 77-ni də içəri keçirəcəm və bunları toplayıb 180 eləməliyəm. 128, oradan da x-ə qalacaq 52 dərəcə. Növbəti sualımız çox rahat bir sual. İkizkenar üçgənə tamamladığımız suallardır. Açıortayın yüksəklik olduğunu gördükdə biz bunu ikizkenar üçgənə tamamlayarıq. Tamamladığımızda bir açıortay yüksəklikdirsə eyni zamanda kənarortay olar. Bura 6 gəlir. Artıq bunun tamamının 10 olduğunu bilirik. Bir dik üçgəndə dik təpədən çıxan ikizkenar üçgən gördükdə eyni təpəyə sahibdirsə, biz buradan dik çəkib yarı bölüb Öklit bağıntısı eləyərik. Bura A desək, bu da A-dır. Təbii ki, 6-nın kvadratı A vurulsun 10-a bərabər olmalıdır. 36 bərabərdir A vurulsun 10 dedikdə A-nın 3/6 olduğunu bilirik. X üstə gəl 3/6-dan 2 dənə 7/2 bərabərdir 10 olmalıdır. Buradan x bərabərdir 2,8 ola bilər orada. Kəsinlə 14 bölünsün 5 verilmiş ola bilər. Növbəti dikdörtgen, yəni kare içərisində, dikdörtgen içərisində kare bu formatda sual gəlib. Yəni sual belədirsə, həll edək, cavabı nədirsə siz baxın. Kimin yadında nə qalıbsa onu göndərib təbii ki. Bura 12 yazırıq, kum saati görürük. Kum saatinə görə nisbət 3-ün 5-ədir. 12-ni 20-yə böləndə 3/5. 3A, 5A yazdım. Təkrar burada kum saati görürəm və mən buna birbaşa 3M, 5M yaza bilərəm. Və 5M'imiz 12-dirsə, təbii M bərabər olacaq 12 bölünsün 5-ə. O zaman 3M'in yerinə biz yazacağıq 36/5 və X-in üzərinə də 36/5 gələndə 20 eləməlidir. Yəni bura 64/5 qalır. Yəni bizə gələn suala görə cavab belə olmalıdır. Növbəti kare. Bax, belə bir bənzərlik sualı, eşitlik sualı məşhurdur. TRÖZ 2023-də də, yanvar ayında da sahə soruşulmayıb, uzunluq soruşulub təbii ki. Amma sualın tipi, gedişatı eyni, oxşardır. Bax, burada heç bir şey çəkmirik. Biz karenin içərisində bu cür dik üçgənlər görəndə eş üçgənlər yarandığını bilirik. Burada 5-dir, kare verilib burada. Bura 4. Baxıram, bet də 3-ə baxır, bet də avtomatik 3-ə baxacaq. Sonra alfamız 4-ə baxır, zaten bura 4-dür. 4-ü mən başdan elə ona görə yazdım. Alfa, beta, gamma, alfa, beta, gamma, hər ikisində hipotenuz 5-dir, orada 4 qalmalıdır mütləq. İndi bu trapesiya deyilmi? Bu trapesiyanın bir dənə sadəcə bu uzunluğunu bilsəm, sahəsini tapa bilərəm. Buradan da heç bir xətt çəkmədən elə bu üç bucağın da bu eş olan üçgənlərin birinə bənzər olduğunu görəcəksən. Kənar 5-dir. Bura gəlin beta yazaq. Təkrar yuxarı alfa yazaq. Məqsədimiz A-nı tapmaqdır. A-nı tapdıq, hər şey həll olur. Sağdakı üçgəndə alfa 5-ə baxır. Bu üçgəndə alfa baxır 4-ə. Təkrar sağdakı üçgəndə, yəni 90 baxır A topla 3-ə. Bu tərəfdə 90 baxır nəyə? 5-ə. Deməli, A topla 3 nəyə bərabərdir? A topla 3 25/4-dür. 25/4-dən də 3 çıxanda A bərabər olur 13 bölünsün 4-ə. A-nın yerinə 13/4 yaz. Sahə tapmaq istəyirsən, trapesiyanın oturacaqlarının cəminin yarısını vuracaqsın hündürlüyü. Hündürlük zaten 1-dir, 1 vurulsun. Oturacaqların, yəni 4 üstə gələn 13/4-ün yarısı. Oradan 29/4 alınırsa 2-yə də bölünəndə 29 bölünsün 8 çıxır. Yəni verilən rəqəmlərə görə cavab bu formatda olmalıdır. Yəni bizə gələn sual budur. Yenə də uşaqlar, hər hansı bir səhvlik varsa siz bilərsiniz bunu, imtahana siz girmişsiniz. Hansı rəqəmlərdə səhvlik varsa deyərsiniz. AB çap çox asan sualdır. Çapdır, bura 110-dur. Çapdırsa bunun ətrafında, yuxarısında olan yarım dairənin qövsüdür. Yayın dərəcəsi 180 olmalıdır. Deməli, bura 70 gələr. 70-ə görə də alfamız
35. Növbəti sualımızda baxın, bunu tamamlayaraq çözənlər var, ola bilər. Dik çəkilibsə, yəni belə gələn bir sualdır. Yarıçapımız 8-dir deməli. Onda burada x yazaram və burada 30-60 dik üçgəninə görə x-ə nə qalar? 4 kök 3 qalar. Pisagordan da çıxar. Və yaxud uşaqlar bunu tamamlayaram, bunu uzadaram, 8 yazaram. 12 vur 4 x'in kvadratıdır. X bərabər 4 vur 12. Buradan da nəticə əldə etmək mümkündür. Altıgen sualına baxaq. Düzgün çokgenlər eyni bir-birinin üstündə, belə deyək. Kareden başlayar bu. Karenin içərisində kare verilirsə, o karelerin diagonalları doğrusal olur. Bunu rahatlıkla ispat eləmək mümkündür. Altıgende de eyni şekilde, yani bunların diagonalları, köşegenleri doğrusaldır. 1'e göre bu köşegen 2'dir. 2 misli. 3'e göre de bu köşegen 6'dır. Deməli x'imiz 4. Çok basit sualdır. Növbəti altıgen, daha doğrusu analitik sualları. Bakın, bu analitik sualı çətin değil. Cx nedir bu? Orijindən keçən bir doğrusal fonksiyondur. Hansı noktadan keçir? -15 və 9'dan. O zaman 9 bərabərdir -15x dedikdə, daha doğrusu -15 çarpı c dedikdə, c eşit olur eksi 3 bölü 5'e. C'nin değeri bilindi. Şuna bura bakın. Y beraber ax artı b. B'miz direkt 12'dir. Neden? X'e 0 verende y'ni 12'de kesir. Demek ki y eşittir ax artı 12 şeklinde bir doğrusal fonksiyonun hangi noktadan geçtiği bellidir. Eksi 15 9. 9 ver. Y'nin yerine 9 yazıram. Eksi 15x. Eksi 15a daha doğrusu. Artı 12. O zaman a eşit olur. Eksi 3 bölü eksi 15. Yani 1 bölü 5. 1 bölü 5. Üzerine gəlməliyəm eksi 3 bölü 5 ve üzerine gəlməliyəm 12. Bu da bize verir 12 çıxılsın 2 bölü 5. Oradan da kəsirli çıxır cavab. Növbəti analitik sorusuna baxaq. Bax, bu sualın burasının 3 olmağını sonradan dediler uşaqlar. Yəni bu da çətin bir sual değil, çok asan sualdır. Baxın, bu fonksiyon y eksenini 3'te kesirsə, derhal biz x'e 0 verək. 3 eşittir 12 bölü a'ya. A ne oldu? A oldu 4. Deməli bizim fonksiyonumuz x artı 12 bölü 4 fonksiyonudur. Bu da y eşittir eksi 4x artı 6 fonksiyonudur. Uşaqlar AB mesafesini istəyir. Her iki fonksiyonun y'sine 0'dir. Sağ tarafta burada y'ye 0 deyəndə x'imiz 3 bölü 2 alınır. Demek ki burada 3 bölü 2'dir. Burada y'ye 0 dedikdə x'imiz eksi 12 alınır. Eksi 12 alınırsa o zaman bu mesafe 12'dir. AB mesafesi olacak 12 artı 3 bölü 2. Bu da bize 27 bölü 2 verir. Uşaqlar, bizim elimize gelen 9 sualdır. 9 sualın həllini verdim. Deməli, burada çətin olarak demeyeyim, vaxt baxımından bu biraz vaxt aparan ola bilər kare sorusu. Kimsə bunun eşliğini əzbərə bilirsə, eşlik məsələlərini birbaşa çözümünə gedə bilər. Çox düşündürücü değil ama biraz digərlərindən vaxt apara bilər. Məsələn, bu sadə sualdır, bundan heç kim inciməsin, buna heç kim də orta və ya çətin sual deməsin, çox sadə sualdır. Bu da sadə sualdır uşaqlar. Bu açı sorusu ümumiyyətlə sadədir. Bir dənə nəyə fikir verirəm? Cavabların çoxsu kəsirli alınır. Yəni, kəsirli cavablar da biraz uşaqları qorxudur, amma sual özü çətin deyil. Hesabat səhv eləyə bilərsiniz suallarda, ola bilər. Sualın həllini bilirsən, amma hesab səhv eləyirsən. Çəmbər çətin düşməyib uşaqlar. Analitiklər də çətin düşməyib. Yenə də bu iki analitikin heç birində analitik geometrinin özel düsturları, formülləri kullanılmadı. Sadəcə birə-bir doğrusal fonksiyon mantığından çözürsən, gedir. Yəni, analitik geometri sizləri qorxutmasın. İnşallah istədiyiniz balı yığarsınız. Uğurlar hər birinizə uşaqlar.